dövrümüzdə elə bir din bir aurası, din bir atmosferası yaranıb ki, onun içində hədis yoxdur. Mahnı nə qədər son var. Hədis yoxdur. Nə desən klip, nə qədər istəsən var. Amma hədis yoxdur. Bunun şəxsi rəyləri nə qədər desən var. Amma Allahın məsum höccətinin elmi yoxdur. Necə ki İmam Baqir əleyhissalam dedi, dövr gələr bizi tərk eləyər, bizimkilər. Ağac sizi, sizinkilər necə tərk eləyər? Dedi, bizim hədislərimizi oxumazlar, yerini təranələr və şeirlər doldurar. Bu da bu. Bu da bu. Nə qədərimiz nə qədər bilirik. Çünki görmürük, cavandır, gəlir məktəbdən, institutdan namaza, ora-bura təzə ibadətə, gözünü açır, ancaq belə şeylər görür. Klip oxu, nə bilim, onu çək, belə ilə falan. Hədis mi oxuyan var? Dindən bir halal haram öyrənmək istəyir, gedir, görür ki, 5 cür ayrı-ayrı fikirlər var. Bu yazıq hardan bilsin? Bəs nə üçün biz ölmüşü diriltməyə çalışmalıyıq ki, hamının ölən günü bizim bir dirilik